Elə demirdir. Fövqəladə Hallar Nazirliyi, Kəramət Böyük Çölə məxsus, ümumilikdə sahəsi 1480 kvadrat metr olan 3 obyektin istismarına icazə verdi. Ev demir ha, obyekt. Hə, bəs deyir kitab satmağa. Mən səhv oxumuşam məlumatı. Düzdür, obyekt bəli, indi gördüm mən də. Bəs deyir kitab satmağa bir dənə balaca avtobusun var deyirdi. 1480 kvadrat nə deməkdir bilirsinizmi? Deyim sizə. Bir evin normalda 4 nəfərlik ailə yaşayır 60-80 kvadratda. 2 mərtəbəli evin kvadratı Azərbaycanda 150-170 kvadrat olur. Yəni 150 yekə biraz evdə 200 kvadrat. Baxın. 7 dənə ev böyüklüyü, 2 mərtəbə ev böyüklüyündə kənd evi var, 2 mərtəbə 7 dənə. 8 dənə 2 mərtəbə ev böyüklüyündə obyekti buna necə verdilər? Fövqəladə Hallar Nazirliyi icazə verib oradan sızdırıblar məlumatı ki, Kəramətə kasıb deyirsiniz ala. Mən deyəndə ki, Kəramət Amerikaya gəlmişdi. Mən deyəndə ki, Amerikada ev almaq istəyirdi. Mən deyəndə ki, Kəramət İlham Əliyev hakimiyyəti gedəndə bizə qarşı müxalifət olacaq. Mən də Aybəniz xanım bağışlasın, onun bığlarını qopardacam belə yerindən, yolacam. Bığlarının yerinə Mehriban Əliyevanın müəyyən orqanlarından, qoltuğun altından tüklərdən qopardıb əkdirəcəm bura. O gün dəyməyən yerlərdə. Bu kimdir mənim qabağımda? At oynadı, savadı var imiş. Pox var imiş, araqdan içib beyni açılır, işkəlmə söz deyib sonra da peşman olub videoları silirdi. Pox yiyir Kemaləddin dədəsi nə də Oğraşın adından. Ondan dədəsindən pox yiyir. Fəttah. Kemaləddin dədəsi Fəttah. Qəddahdır, Fəttah nədir? Pox yiyir dədəsindən. Baxın, Fövqəladə Hallar Nazirliyi 1480 kvadrat bilirsiniz nə dərdir? Nə deməkdir bu? Bu 2 dənə 3 dənə şadıq sarayı deməkdir. Bu 2 dənə 3 dənə şadıq sarayı. Bu boydan siz də deyirsiniz Kəramət kasıb adam imiş, kitab satırmış. Nə danışırsınız? Hələ Port Bakuda ev verdilər ya Aybəniz xanım. Mənə verməyiblər, atama veriblər. Atanı söydürəsən, səndən başqa o kişinin şey var, oğlu var. Mən heç vaxt müxalifət etmək qəbul etməmişim onsuz. Pox deyil, babam sıçıb. Deyir, mənə verir. Bilirsən nə tərəfdir? Aybəniz xanım, hakimiyyət baxır ki, sosial, ictimai nüfuza təsir eləyən kim var? İctimai, siyasi nüfuza təsir eləyən bir savadlı adamlar. Sırası onu şey eləyirlər. Bax, İlqar Məmmədov Real Parti indi cücəri təzdən. Niyə? Niyə cücəri? Çünki hökumətin sonudur. Get-də İlham Əliyev o aktiv, ağıllı beyinləri pulunla yatırdı. Bax, alı bax, indi get-də qopartmaq istəyirlər. Çünki mən gələndə İlqar Məmmədova heç 10 dənə qoyun da verilməyəcək. Və yaxud İsa Qəmbəryan olsun. İndidən çəkör eləməksə, buna bax buna. Yanıram, niyə pat? Fikir ver. 1480 kvadrat. Ay Allah, sən şadıq saraylar bilirsən nə qədərdir? İçərisi 400-500 kvadratdır. 3 dənə şadıq saray deməkdir. Allah Allah. Ona görə bizdən qaçır da. Ona görə Əli Kərimliyə lağ eləyir də. Ona görə kim Əli Kərimliyə qarşı çıxırsa. Düzdür, məni kimi çıxanda çıxanda Əli Kərim yaxşı kişidir. Mübariz adamdır, cəbhəçilər. Çox əksəriyyəti mübariz insanlardır. Mən onlardan yaxşı təşkilat yaradaram, mən onlardan yaxşı prezident olaram. Məni kimi deyil. Amma Əli Kərimliyə qarşı çıxmaq birbaşa xəyanətin ortasında olmaq deməkdir. Satılmış əclaflardır. Bax, Tural Sadıqlı. Hərləndi, fırlandı, yenə gəldi Əli Kərimin yanına. O da bilmək olmur ha, Tural ora necə gəldi. O itmiş imicini düzəltmək məqsədindən gəldi, yoxsa yenə də başqa çirkin məqsədlərlə gəldi. Yəni daimi gəldi, yoxsa itirilmiş nüfuzunu bərpa eləmək məqsədindən. Onu da yaşayaq görək.